Ukraynalıların hər nə qədər Slavyandırsa, ən az elə o qədər də türkdür və müəyyən qədər də vikingdir. İndi deyəcəklərim bəlkə də sizlər üçün qəribə səslənə bilər. Ancaq bir qədər tarixi ekskursiya eləməkdə fayda var. Ukraynalılar türkdürmü? Türklərlə Ukraynalılar arasında müəyyən tarixi bağlar mövcuddur. Mədəniyyət, dil, hətta simvollar kimi. Bəs bütün bunlar Ukraynalıların türk olduğu qənaətinə gəlməyə imkan verirmi? Gəlin bir qədər araşdıraq. Birincisi, ümumiyyətlə Ukraynalıların türk olması ilə bağlı və ən azından türk qarşılıqları ilə bağlı tarixdə çox fərqli mənbələr var. Ən azından biz Ukraynanın dövlət gerbinə baxdıqda görürük ki, bu qədim Xəzər türklərinin tamğasıdır. Bundan başqa bilirsiniz ki, dünyanın ən böyük imperiyalarından biri, Orta əsrlə ən böyük imperiya, üç imperiyasından biri Bizans və Ərəb imperiyası ilə bağlı Xəzər xaqanlığı olub. Hansı ki, bu imperiya Azərbaycan sərhədlərini də əhatə edib. Amma imperiyanın əsas özəyi məhz Krım, indiki Ukrayna torpaqları və deyək ki, Volqa-Don hövzəsi olur. Bəs o zaman Ukraynaya qədər uzanan Xəzər imperiyası dağıldıqdan sonra orada yaşayan türklərin gələcək taleyi necə oldu? Birisi burada iki fərqli deyək ki, ideya var, fikir var. Bunların birincisi odur ki, bu insanların bəlli bir qismi Yahudiləşdilər. Çünki bilirsiniz ki, Xəzər xaqanlığı İslam və Xristianlıq arasında balansı qorumaq üçün Yahudi dinini seçdi xaqanlar və bundan sonra əhalinin böyük bir hissəsi Yahudiləşdi və bununla bağlı birisi Artur Kostlevin məşhur əsəri var. 13-cü tayfa, hansı göstərir ki, indiki Aşkenaz Yahudilərinin, indiki Avropa Yahudilərinin kökü əslində Xəzər türkləridir. Bunlar əslində 12 ənənəvi Yahudi tayfası ilə əlaqəsi yoxdur. Bunların böyük bir qismi isə bunlar deyək ki, fərqli ərazilər köçdülər və yerli dinləri qəbul elədilər. Məsələn, bir hissəsi Bolqarıstandan köçdü, xristianlaşdı. Qalan hissəsi Ukraynada qalaraq həm Ukraynalılaşdı, həm pravoslavlaşdı, xristianlaşdı. Bir hissəsi də daha sonra yeni gələn deyək ki, İslam axımları ilə Volqa boyunda və s. müsəlmanlığı qəbul elədi. Xülasə, Ukraynalıları nə dərəcədə türk hesab eləmək mümkündür? Ukraynalılar da Slavyan elementini danmaq olmaz əlbəttə ki. Çünki ən azından dilləri Slavyan dilləri qrupuna aiddir. Amma eyni zamanda Ukrayna dövlətinin formalaşmasında Nordik, Viking, Şimal Avropa qanı var. Hansı ki, mən Vikinglərin də birisi Tur Heyerdal, yenə türklərlə və Azərbaycanla bağını ortaya qoymuşdu. Eyni zamanda Ukrayna xalqının formalaşmasında iki ən böyük faktordan biri də bəs köçəri türk faktorudur. Hətta Ukrayna dövlətinin formalaşma forması olan o bilirsiniz Kazak reçləri bu əslində türklərin konfederal quruluşuna uyğun idi. Ukraynalıların özləri isə bu Kazak sözünün özü belə hətta bizim Qazaq qardaşlarımızla eyni mənada gəzəyən mənası verir. Çünki bu çöldə sərbəst gəzən insanlar etibar edir. Bir maraqlı fakt da var ki, mən sizə hətta deyim ki, ənənəvi olaraq təqdim olunan kimi Krım xanları ilə, Türk xanları ilə Ukraynalılar həmişə düşmən olmayıblar. Məsələn, tarixi mənbələrdə qravürlər var, rəsmlər var, faktlar var ki, Krım xanları ilə Ukrayna hetmanı onlar birlikdə namaz qıldılar hətta. Bu o demək ki, hətta həmin dövrdə pravoslav xristian olmaqlarına baxmayaraq, Ukrayna rəhbərləri eyni zamanda İslam adətlərini bilirdilər və Krım xanları ilə bu qədər yaxın idilər.